tərifində ən gözəl tərif nədir? Ən yaxşı söz bir haqqında demək, deyəsən, bu Allaha bəndədir. Bundan gözəl tərif yoxdur. Ən gözəl tərifdir. Təşəhhüddə otururuq, namazın təşəhhüdündə. Peyğəmbəri demək istəyirik ki, Peyğəmbəri qəbul edirik. Nə deyirik? Deyirik, abduhu və rəsuluhu. O Allahın bəndəsi və Peyğəmbəridir. Birinci bəndəliyini deyirik. Bəndəliyini deyirik. Özü deyirdi ki, fəxrim bəndəliyimdir. Mənim ən gözəl rütbəm budur. İzzətimdir. O qədər bəndə idi ki, Allah Quranda onun barəsində yeganə adamdır ki, abduhu deyir, adını çəkmirsə bilirsən ondan danışır. Deyir ki, Allah öz bəndəsini apardı Meyraca məsələn. Bəndəsini kimdir də suala ehtiyac yoxdur. Bəndəsin dedi, ad demədisə ondan söhbət gedir. O biri peyğəmbərlərdən dedik, abdəhu Zəkəriyyə deyir məsələn. Bəndəsi Zəkəriyyə, bəndəsi falan. Bunun adının yanında Həzrət Peyğəmbərində ada ehtiyac yoxdur. Bəndə yəni kamil. Abduhu, özdə buna ariflər deyir ki, hunun bəndəsi. Yəni hu Allahın cami sifətidir. Yəni bütün Allahın sifətləri onda təcəlli eləyir. Abduhunun mənası budur. Ümmü Sələmə deyir, gecə yuxudan durdum, Peyğəmbər xanımı deyir. Gecə yuxudan durdum, gördüm ki, yoxdur Peyğəmbər otaqda. Çıxdım, gördüm ki, həyətin bir yerində xəlvət yer tapıb. Gördüm, bir elə ağlayır ki, elə bir müsibət üz verib ona. Ağlaya-ağlaya nə deyir? Deyir, Allahümmə lə təkilni ilə nəfsi tərfətə əynin əbəda. İlahi, məni bir göz qırpım öz başıma qoyma. Və bəndəliyin nihayətidir. Bu əzəməti var ya Peyğəmbərin. Bu anlarda, o dəqiqələrindən əxs eləyib o əzəməti, o böyüklüyü, o izzəti.